bəzən düşünürlər ki, copy trading bir pul düyməsi-də, o knopkanı vurursunuz, başlayır pullarsa gəlməyə. Bu belə deyil. Bu belə deyil. Ümumiyyətlə, hamımız böyük adamlara, hamımız bilirik ki, rahat pullar heç kəsə vermək istəmir və verməyəcək də. Bu reallıqdır. Burada aldanmağa dəyməz. Burada biraz ayıq olmalıyıq. Xüsusən də bu sosial şəbəkələr son zamanlar çox inkişaf edir və bəzən orada insanlar öz bahalı həyatına göstərirlər. Təşviq edirlər ki, mənə kimi edin, siz də belə yaşayacaqsınız. Bu belə deyil. Yəni, əminəm ki, burada olanlar əlbəttə ki, buna aldanmazlar, amma bu reallıqdır və çox adam da aldanır. Təəssüf ki, aldanırlar və gözləntilərlə reallıq çox böyük fərqli olur. Eynən copy trading də belədir. Yəni, düşünmək lazımdır ki, siz copy tradingə başlayırsınız, siz investisiya edəcəksiniz, həftədə bir dəfə görürsünüz ki, akkauntunuz bir neçə dəfə qalxdı. Bu belə olmur. Mən öz təcrübəmi də biraz sonra bölüşərəm copy tradinglə bağlı. Nə getdim və nə oldu və indi hardayam, o barədə danışacağım sizinlə. Amma ki, burada gözləntilərdə olur ki, heç bir əziyyət çəkmədən, heç nə etmirəm, pasiv gəlir gəlir. Bəli, bu gəlir pasivdir, amma bu bank depoziti deyil. Yəni, burada o yanaşma lazımdır ki, mən baxıram kim çox qazanır, onu kopyaladım və mən indi pullar gələcək mənə gündəlik.